Ramiz Mehdiyevlə bağlı müxtəlif adamların adları çəkilir. Burada da çox Bəli, maraqlı bir situasiya ondan ibarətdir, Sevinç xanım. bəli. Deməli, iki qrup sanki formalaşıb. Ramiz Mehdiyevin adı ilə bağlı olan, burada parlamentdə olan və ya keçmiş hansısa rəsmilər. Birinci qrup artıq özünü müdafiəyə keçib. Yəni mən görürəm siz də zənglər edirdiniz. Həmin adamlar sizə də açıqlamalar verirdilər. İki qrupa böl. Birinci qrup özünü müdafiə və biraz da qabaqdan gəlmiş edərək, yəni hətta Ramiz Mehdiyevin tənqidinə keçib. Halbuki siz də efirdə də demişsiniz, sizin qəzetdə də bütün hər şey yayınlanır. Keçmişdə fərqli fikirlər söyləyiblər. Amma yenə də indi vəziyyətdən çıxış kimi deyirlər ki, biz dövlətə bağlıyıq. Birincilər biraz deyəsən ki, özlərində cəsarət tapır, biraz fikir bildirməyə riskə gedirlər. Amma ikinci qrup tamamilə qorxaq bir qrupdur. Sizi və digər jurnalistlərin suallarına da cavabdan qaçmaq üçün telefonları söndürürlər. Deməyə sözləri debatdan da çəkib. Belə bir qrup formu. Amma bütün bunların fonunda deməli, bir hadisə heç baş vermədi Azərbaycanda. Yəni, biri özündə cəsarət tapıb, deməli ki, bəli, mən belə bir səhv eləmişəm, Ramiz Mehdiyevə inanmışam, düşünmüşəm ki, prezidentin siyasətini yürüdür. Ola bilsin, onu tərifləyən sözlər də demişəm, səhv eləmişəm, üzr istəyirəm. Biri özündə cəsarət tapıb, keçmişdə Ramiz Mehdiyevi tərifləyən, indi artıq tənqid edən və s. Axı, ortada faktlar var da, sizin məsələn, bəzi saytlar maraqlı bir episod başlıqlarsa, əvvəl dediyi və sonra dediyi. Bəli. Yəni, ikisini bir araya qoyanda ziddiyyət ortaya çıxır. Ya, biri çıxardı ki, valla o səmimi olsaydı ona heç nə deyilməyəcəkdi. Hətta deyəcəkdi ki, administrasiyanın rəhbəri olub, elə bilirdim prezidentin siyasətini yürüdü. Bilməmişəm, səhv eləmişəm, yanılmışam, üzrxahlığımı qəbul etməyəm. Bu da bir mədəniyyət. Biri belə bir açıqlama vermədi. Azərbaycanda belə bir nümunə olmadı bu hadisələr fonunda. Halbuki mən indi ola bilsin müqayisə qüsurludur. Yaponiyadan bir misal çəkdim elə jurnalist dostlara da. Dedim, bu günlərdə bir internetdə də izlədik. Yaponiyada məsəl üçün bir dondurma şirkəti, deməli dondurmanın qiymətini bizim pulla deyəlim ki 30 qəpik qaldırmaq məcburiyyətində qaldı. Həmin o şirkətin rəhbəri, prezidenti rəhbəri çıxdılar şirkətin qarşısına. Vətəndaşlar qarşısında Yaponiyada bu bir mədəniyyətdir, baş əydilər, üzr istəyirik. Yəni 30 qəpik cəmi dondurmanın qiymətini qaldı. Bəlkə də müqayisə qüsurudur. Yəni gəlirəm bizim mövzumuza ki, birimiz özümüzdə cəsarət tapıb, ya üzr istəmə böyüklükdür, mədəniyyətdir. Deyərdiniz ki, hə, bilməmişəm, tərif demişəm, administrasiya rəhbəri olub, elə bilmişəm prezidentin siyasəti, amma indi başa düşdüm ki, səhv etmişəm. Bunun əvvəsində yenə deyirəm, iki qrup formalaşıb. Birinci qrup özünü müdafiəyə keçib, halbuki keçmişdə dedikləri, indi dedikləri ziddiyyət təşkil edir. Bu da həm də biraz da siyasi naşılıqdan irəli gəlir. Və belə məsələlərdə siyasətçilər diqqətli olmalıdırlar. Yəni, bir adamı tərifləyərkən fikirləşməlisən ki, bu adamın siyasəti necədir? Gələcəkdə bu nələr baş verə bilər? Siyasətçi biraz da qabağı görməlidir, proqnoz verməyə də bacarılır. Digərləri isə telefonu söndürənlər qrupudur, sizin də suallara cavab verməyənlər. İndi hadisələrin gedişatına gəldikdə, burada bir məqamda mənim də və digərlərin də diqqətini çəkib əslində o siyahı məsələsi. Bəli. Yəni, Ramiz Mehdiyev hansı siyahı ötürüb Moskvaya ki, bunlar da bu işin içində olacaqlar. O siyahı, bəli. Orada da çox maraqlı bir kombinasiya ola bilər. Bilirsiniz, bu administrasiya rəhbərindən çıxandan, akademiya rəhbərindən çıxandan sonra oturmuşdu Novxanadakı bağında və ya burada Avropa otelinin yanındakı deyəlim villasında. Əgər belə bir planı olubsa bunun ki, təyyarə olayından istifadə edərək, gərginlikdən istifadə edərək öz xidmətlərini Moskvaya təklif edibsə, qrup formalaşdırmaq istəyibsə, bu həmin qrupun üzvləri ilə və ya özünün təkliflərini onlarla görüşməli idi. Yəni, burada, məsələn, kimisə adını salırsa o siyahıya, ona ya telefon zəng eləməlidir, deməlidir, gəl bir söhbət eləyək. Amma başa düşməli idi ki, əgər işdən ayrılandan sonra onun telefonları zaten dinlənilir. Ya da öz başına həmin adamları siyahıya yazmalı idi, onların rəyini öyrənməli. Mən hesab edirəm ki, kiminsə onunla görüşməsi, məsələn, ağlı başında olan adam Ramiz Mehdiyevin zənginə görə gedib onunla görüşüb bu məsələni müzakirə etməsidir. Çünki bu cinayət məsuliyyətidir. Bunu anlamalı. İnanmıram ki, yəni böyük bir kütlə gedib onun bağında və ya buradakı evində görüşüb və onun planını dəstəkləyir. Böyük ehtimal əgər elə bir siyahı varsa,
bu və Ramiz Mehdiyev o siyahını formalaşdırıbsa, çoxunu elə öz başından yazıb ki, buna mən vaxtilə vəzifəyə gətirmişəm, bu mənim sözümdən dönməz. Bunu da yazım, Kreml görsün ki, mənim böyük bir gücüm var. İndi kimlər də təxmin edə bilərdi, bir qrupunu təxmin edə bilərik. Keçmiş işçiləri, administrasiyada olanlar, sonra işdən uzaqlaşanlar və ya bir qrup keçmiş və ya indiki deputatlar, o da ola bilər. Və baxın, Azərbaycanın kollektiv müqaviləsi təşkilat üzvlüyünü dəstəkləyən bir deputat varsa və ya qrup varsa, mən inanıram ki, o qrup Ramiz Mehdiyevin bu təklifinə razı olardı.